Qardaş bizim hesabı verərsiniz də, hesabı. Qardaşım, bir dənə sən də şotu mən sənə birazdan verəcəm. Hə, yaxşı. Götürərsiniz də. Qardaşım, sən öldürəm, yaxşı görüşdük. Bayaq ma restoranda dedi ki, ver şotu mən çölə çıxanda sağ verəcəm. Gör iş verir, gör iş verir nədir? Həmişə bu adam belə də siqet al verəcəm, filan şey al verəcəm. Heç vaxtda qaytarıb vermirəm. Qaytarıb verdi onu, nə danışırsan? Qardaşım, bir dəfə sənə deyirəm yeni görüşə oturub yeyib içsəydə bu nə hərəkətdir? Arada görsən də ayı. Deyirəm Nihat, yaxşı ki şotu verdimi, yoxsa kim idi orada qaviyan? Sizdimi qardaşım, nə qədər elədik bu şot? 45 manat elədi. Yaxşı ki verdim brat. Elə üstümdə pul var idi. O gün bir dənə dostum var, restoranda oturub dostu ilə çörək yeyibdi. Şot gələndə deyir ki, sən ver, mən sağ verəcəm. Verməyib var. 100 manat pul tutubdu şotda. Məzələnmə. Şərəfsiz adam, namussuz, alçaq. Deyirəm ki, cəmaət də nətər xoşbəxtliyə sən öl. Cəmaət xoşbəxt olacaqlarına heç kimin heç kimə borcu yoxdur. Ay, sən düz deyirsən. Borcum ver, dayıcım.